Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün birinci qrupa düşəcək bəzi suallara baxacaq ki, həmin suallar imtahana qəbula düşə bilər. Demək, o suallardan biri ikinci sualdır ki, ikinci sual deyir ki, X metalı ilə azot X3N2 əmələ gətirir və X xlor ilə hansı birləşmə yaradır? İlk öncə X metalı xlorla X3N2 əmələ gətirdi. Biz bilirik ki, qeyri-metallar metallarla birləşmələrdə minimum valentliyi göstərir. Minimum oksidaşma dərəcəsi göstərir. Yəni burada azot 3 valentli göstərəcək. X isə burada neçə valentli göstərəcək? 2 valentli. Niyəsini bildiniz də? Çünki qeyri-metallar metallarla minimum valentliyi göstərir. X burada oldu 2 valentli. İndi X 2 valentlidir. Yanına xlor qoyacaq. Xlor qeyri-metal olduğu üçün biz qeyd elədik ki, qeyri-metallar metallarla minimum valentliyi göstərir. Xlorun minimum valentli neçədir? 1, 3, 5, 7. Ona görə xlor burada nə göstərəcək? Minimum 1 göstərəcək. Bunlar əkoba bərabərləşdirdikdə 1 ilə 2 üçün əkob 2 edir. 2-ni 1-ə böləndə 2. Deməli, bizim birləşməmiz olacaq X xlor 2 cavab olacaq D variantı. Yəqin ki, hər birinizə aydındır. İkinci sualın həlli bu şəkildə. Sonra keçdik digər suala. Məsələn, başqa hansı sual düşə bilər buradan? 7 tip suallar düşə bilər. Sadə primitiv suallardır. Birinci qrup qəbula. Deməli, hidrogen azotla reaksiya daxil olur və 2 mol NH3 əmələ gətirir. Burada 6 dənə hidrogen olduğu üçün bura 3 mol atacaq. Normalda 67,2 litrindən 3 vur 20, 67,2 litrindən neçə litr azot reaksiya daxil olur? 22,4 litr. Bəs bizə deyir ki, 16,8 milli hidrogen. Bəs 16,8-dən nə qədər azot reaksiyaya girər? X. Nə etməliyik? Burayla buranı ixtisar edəndə qalır burada uşaqlar 3 mol. 16,8-i 3-ə böləndə 5,6 litr qalacaq. Cavab olacaq D variantı. Yəni qəbul imtahanına belə bir sadə sual düşə bilər. Həmçinin bu 10 tipli suallar da düşür qəbul imtahanına. Deməli 10-cu suala baxaq. Deyir ki, hansı ifadə azot üçün doğru deyil? Azot RH tipli üçüncü birləşmə əmələ gətirir. Bəli. Yadda saxlamalısınız ki, qeyri-metallar hidrogenlə minimum valentliyi göstərir. Yəni 5-ci qrupda yerləşir azot. Azotun valentliyi isə 3 və 4 valentlidir. Ona görə də hidrogen ona göstərəcək minimum valentli, yəni 3. RH3, yəni NH3 tipli birləşmə əmələ gətirəcək. Bu düzdür. Yəni birinci ifadə düzdür. Ən yüksək valentliyi 5-dir. Xeyr, azot həyəcanlana bilmədiyi üçün fon qrup sırasına aid edilir. Ona görə də 5 valentli göstərə bilmir. 3 və 4 valentli göstərir. Yəni B variantı burada səhvdir. Atomunda 3 ədəd cütləşməmiş elektron var. Bəli. Baxın, burada azotun sıra nömrəsini 7-ni yazıblar. 7-ni boşuna yazmayıblar burada. Yəni sən demək istəyir ki, 7-nin elektron qurşunu aç. 1s2, 2s2, 2p3. Biz burada 2s2, 2p3'ü yazsaq, S-də 1 orbital 2 elektron var. P'də isə 3 orbital 3 dənə də elektron var. Mən burada neçə dənə tək oldu? 3 dənə tək elektron oldu. Bu düzdür. Yəni cüt elektronların sayı nədir? Düzdür. Molekulunda 1 sigma 2 pi rabitə var. Azot baxın bu şəkildə göstərilir. 3 dənə rabitə var. Azot bu şəkildə göstərilir. Bunlardan ikisi pidir. Biri isə sigma rabitəni göstərir. Bu da düzdür. 1 sigma 2 pi düzdür. Ən yüksək oksidaşma dərəcəsi müsbət 5-dir. Bəli. Mənfi 3-dən müsbət 5-ə qədər oksidaşma dərəcəsi göstərəcək. Bu olacaq, yəni bu da doğrudur. Cavab olacaq burada B variantı. Yadınızdan çıxmasın. Daha sonra qəbul suallarından daha birinə baxaq. Hansı sual qəbul imtahanına düşə bilər? Məsələn, 15-ci suala baxaq. 15-də deyir ki, bizə verir burada NH3, 15-də amonyak, karbon dioksid, karbon qazı, bir də azot. N2-dən ibarət qarışıqdır. Deyir ki, buradan deyir azotu necə ayıraq? Qızlar, baxın, uşaqlar. Azotu buradan biz necə ayıra bilərik? Yəni demək istəyir ki, bunların ikisi ilə reaksiya girsin, azotla reaksiya girməsin. Məsələn, burada ardıcıl olaraq qatı sulfat turşusu. Məsələn, bura qatı sulfat turşusu əlavə eləsəm, bilirsiniz də NH3 əsası xassəlidir. Karbon qazı turşu xassəlidir. N2 isə heç bir xassəsi yoxdur.
Ona görə də amonyak əsası xassə olduğu üçün nə reaksiyaya girəcək? Turşu ilə reaksiyaya girəcək. Olacaq NH4 HSO4. Sonra bu getdi. Kalium OH isə buradakı kalium OH isə karbon qazı ilə burada reaksiyaya girəcək. Alınacaq burada kalium hidrokarbonat. Deməli, əsaslar turşularla reaksiyaya girir, əsası xassə birləşmə turşularla reaksiyaya girir. Qələvilər isə turşu oksidləri ilə reaksiyaya girib duz əmələ gətirir. Amma burada azotla nə bu reaksiyaya girmir, nə də bu heç biri reaksiyaya girmir. Yəni bunlar heç biri azotla reaksiyaya girməyəcək. Cavab olacaq ona görə nə variantı? A variantı uşaqlar. Bunu da yadınızdan çıxarmayın. Daha sonra nəyə diqqət etmək lazımdır burada? Gəlin hansı suala baxaq? Məsələn, belə suallar da qəbul imtahanına düşən suallardandır. Baxın, bu 21 tipli suallar. NH4 NO2-dir. Gəlin biz bunu parçalayaq uşaqlar. N2 plus 2H2O əmələ gətirdi. Bax, burada deyir ki, X deyir, həm litiumla reaksiyaya girsin, həm kalsiumla, həm alüminiumla. Su alüminiumla reaksiyaya girməz. Çünki amfiterdir. Amma burada azot üçü ilə də reaksiyaya girer. Litium müstəqəl azot. Hətta bu adi şəraitdə girer. Kalsium müstəqəl azot 2. Alüminium müstəqəl azot. Birincidən alınacaq litium 3N. Bu 1 valentlidir, bu 3 valentlidir, bilirsiniz. İkincidən kalsium 2 valentlidir, azot 3 valentli olduğu üçün olacaq kalsium 3N2. Digərindən də alüminiumla azot X-də 3 valentli olduğu üçün olacaq alüminium. Cavab olacaq burada hansı variant? A variantı. Bunu da yadınızdan çıxarmayın. Keçdik digər suala. Məsəl üçün 23 tipli suallara necə izah olunur, necə yəni yazmaq lazımdır? Sizə deyir ki, NH4, NO3 verilir. Bunu parçalayanda uşaqlar N2O plus su əmələ gəlir. Birincidə. Gəlin baxaq. Azot bunu necə parçalayacaq qızlar? NH4-də NO3-dür. NH4 burada müsbətdir. Parçalayanda. NO3 isə burada mənfidir. Bunun oxidləşmə dərəcəsini necə taparam? Baxın, bu şəkildə. Bura müsbət 1 yazaram, bura x yazaram. X üstə gəl 4 bərabərdir müsbət 1-ə, x-imiz bərabərdir mənfi 3. Yəni burada azotumuz burada mənfi 3-dür. Buna baxaq. Bura mənfi 2-dir, bura y-dir. Y üstə gəl mənfi 6 bərabərdir mənfi 1-ə, y-imiz də bərabərdir müsbət 5-ə. Yəni burada da bura müsbət 5-dir. Yəni bunu yadınızdan çıxarmayın, vacib qaydalardan biridir. Sonra burada da oksigen mənfi 2-dir, azot burada müsbət 1-dir. Oksigen mənfi 2-dir, hidrogen müsbət 1-dir. Fikir verin, azot burada mənfi 3-dən, daha doğrusu azot burada mənfi 3-dən müsbət 1-ə getdi. Azot müsbət 5-dən müsbət 1-ə getdi. Birində elektrona iyon artımı baş verdi, birində də iyonların azalması baş verdi. Burada olacaq çıx 4 elektron, yəni reduksiya edicidir. Bura nədir uşaqlar? Reduksiya edicidir. Elektron verən reduksiya edici olacaq. Çıxma varsa reduksiya edicidir. Burada isə olacaq müsbət 4 elektron, bu isə olacaq nə? Oksidləşdirici. Yəni birinci reaksiya da bax burada. Bu həm oksidləşdirici, həm reduksiya edici. Yəni bu 2-yə aiddir. Bax. İkinci. Yəni bax avtomatik C ilə Y variantı getdi. C ilə Y getdi. İndi baxaq, görün burada suallarda. 2. 2 olan variantlara baxaq. 2-yə baxaq. 2-də litium müstəqəl N2 alınacaq litium 3. Azot burada 0-dır. Azot burada mənfi 3-dür. Azot 0-dan azot mənfi 3-ə gedir. Çıx. Üstəgəl 3 elektron. 3 elektron. 3 elektron alırsa bu nə olacaq? Oksidləşdirici. Yəni burada nə göstərir? Ancaq oksidləşdirici göstərir. Bu aid 2 aiddir 1-ə. Birinciyə 2 aiddir. Avtomatik 4 də getdi. İndi baxaq nəyə? Deməli, baxaq nəyə? Üçüncüyə və ya dördüncüyə. Hansı birinə? 3-ə baxaq. NO2-nin üzərinə uşaqlar natrium, kalium hidroksid gəldikdə alınacaq nə? Kalium NO2, kalium NO3 plus su. Baxın uşaqlar.
Bura müsbət 4-dür. Bura müsbət 3-dür. Bura isə müsbət 5-dir. Azot müsbət 4-dən keçir ara, azot müsbət 3-ə. Azot müsbət 4-dən bir ara keçir. Azot müsbət 5-ə. Müsbət 5-ə. Deməli, müsbət 4-dən müsbət 3-ə gedəndə üstə gəl 1 elektron. Müsbət 4-dən müsbət 5-ə gedəndə çıx 1 elektron yazırıq. Yəni, burada bu hissədə reduksiya, oksidləşdirici, bu hissədə isə reduksiyacı olacaq. Yəni, azot burada üçüncüdə həm oksidləşdirici, həm reduksiyacı olacaq. Bu cavab çıxdı. Cavab olacaq ona görə B variantı. Yəni, sürətsiz, sürətli şəkildə imtahanda bunları yazmalısınız. Gəldik ən önəmli suallardan biri 25-ci sual. Deyir, qapalı qabda eyni həcmdə azot hidrogendən ibarət qaz qarışığı verilir və maddələrdən biri tam sərf olunaraq amonyak alınır. Deməli, NH ilə 3 mol hidrogen, uşaqlar, reaksiyaya girir, 2 mol NH3 alınır. Və sizə deyir ki, azot və hidrogen eyni həcmdə. Reaksiya biri tam sərf olunaraq amonyak alınır. İndi gəlin biz bunlara baxaq. Məsələdə əgər məhsulun molu verilibsə, biz sevinməliyik. Molu, qramı, həcmi verilibsə, bizim üçün tapmaq daha rahat olacaq. 2 mol buradır, bura 3 moldur, bura 1 moldur. Bəs bura A mol olanda hidrogenimiz nə qədər olacaq? 3 mola 2 moldursa A mola nə qədər hidrogen olacaq? 1,5-ə. 1 mola 2 moldursa A mola nə qədər olacaq? 0,5A. 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 Aydınmı? Biz bunları tapdıq. Yəni, bunlar bizdə sərf olunanlardır. Bunlar bizdə nədir uşaqlar? Sərf olunan. Sərf olunan. Bunlar bizə sərf olunan mollardır. Bizə deyir ki, burada qapalı qabda eyni həcmdə. Hansından çoxdursa, o həcmdə götürək ikisində. 3H2, 2NH3. 1,5A'dan çox olduğu üçün ikisini də 1,5A götürək. Onda hansından artıq qalacaq? Bura 1 moldur, bura 3 moldur. 1,5-i 1-ə böləndə 1,5A eləyib, 1,5-i 3-ə bölən 0,5. Deməli, məsələni biz nəyə görə gedəcəyik? Hidrogenə görə. Normalda 1 mol hidrogendən 1 mol azotdan 3 mol hidrogen alınırsa, bəs 1,5A'dan nə qədər azot alınır? 0,5A. Zaten biz burada 0,5A'nı bilirdik. 0,5A. Onda bizdə başlanğıcda azotumuz 1,5A daxı azotumuz. Buradan 0,5A'nı çıxacağım, yerdə nə qalacaq? A qədər. A qədər azot nə? Artıq. Biz bunu tapdıq ki, deməli, qabın içində nə var? A mol azot artıq var. Artıq var. Və A molda nə var? NH3 var da qabda. 0,5 mol azot artıq qalır. Xeyr, 0,5 mol yox. 0,5 mol azot sərf olunub. Sərfdir. A mol hidrogen artıq qalır. Bu səhvdir. Hidrogen artıq qalmaz. Reaksiyadan sonra qabda 2 A mol qaz alınır. Bəli, A mol azot qalır, A mol amonyak qalır və nəticədə 2 A mol olur. Bu da düzdür. Cavab olacaq yalnız 3C variantı. Diqqətli şəkildə olun. Qəbul imtahanından düşən suallardan biridir. Sonra 26-cı suala baxaq. Deyir ki, maksimum valentli azot üçün hansı ifadə doğrudur? Azot maksimum 5 valentli göstərmir. 3 və 4 valentli göstərir. Fotosintez prosesi işlə. Fotosintez prosesi baxın uşaqlar budur. Karbon qazı su ilə reaksiyaya girir. Alınır glikoza. Üstəgəl 6 mol O2. Bu fotosintezdə azotun nə işi var? Yoxdur. Molekulunda 2 pi rabitə var. Bəli, baxın azot bu şəkildə olacaq. 2 dənə ikisi pi'dir, biri sigmadır. 2 pi var, 1 sigma var. Düzdür bu. 2 pi var, 1 sigma var. Atmosferdə həcmcə miqdarı ən çox olan qazdır. Atmosferdə həcmcə, bəli. Azot havada 78%-dir. 78%-dir. Şimşək çaxanda, bəli, azotla oksigen şimşək çaxır və nəticədə bu şimşəkdir, NO qazı əmələ gətirir. Yəni, bu da düzdür, bu da düzdür. Bu belə. Sonra, uşaqlar, gəldiyi ən vacib reaksiyalardan biri də, məsələlərdən biri də bu 29-cu məsələyə. Deməli, azotla hidrogen, 3 mol hidrogen reaksiyaya girəcək. Alınacaq 2 mol NH3.
Və burada nəyə diqqət etməyiniz lazımdır? Baxıram ki, qrafikdə 2 dənəsi nə düşüb? Aşağı düşüb qrafikdə. Biz artıq bilirik ki, bunlardan biri azotdur, biri də amonyak, hidrogendir. Hansı daha çox sərf olunub? Bax bu. Z isə burada nə edib? Az sərf olunub. Yəni X-imiz daha çox sərf olunub. Azotumuz, Z-imiz isə daha az sərf olunub. İndi biz buradan diqqətlə baxsanız görərsiniz ki, molu ən çox olan hansıdır? Hidrogen. Deməli, hidrogen burada nə rolunu oynayır? X rolunu oynayır. Azot burada nə rolunu oynayır? Z rolunu. Y-imiz də budur. Biz bunu bildik. İndi gəlin reaksiyanı təkrardan yazaq. Təkrardan yazdıq. İndi gəlin baxaq görüm. X-imiz təsərrüf olunubsa, X-imizi biz bilirik, bilmirik. Azotumuz nə qədər sərf olunub? Z-imiz 0,8-dən 0,4-ə düşəndə nə qədər sərf olunub? 0,4. Deməli, buradan azotumuz 0,4 mol sərf olunub. Bildiniz də niyə görə X hidrogen oldu, Z azot oldu? Çünki X-in molu, hidrogenin molu daha çoxdur. Ona görə X-imizi biz hidrogen götürdük. Və bizim Y-imiz isə burada 0,8-dir. Deyək ki, 0,6 mol X reaksiya daxil olduqda neçə mol Y alındığını hesablayın. Y. Deməli, X-imiz burada X-dən söhbət gedir. X-imiz isə bizə burada hidrogendir. Hidrogen üzərinə gətirib yazıram 0,6 mol. 0,6 mol. X-imiz bizdə burada nə olub uşaqlar? Tam sərf olunub. Normalda baxıram ki, burada X-imiz tam sərf olunduqda reaksiya əsasını deyir. 0,6 mol X reaksiyada neçə mol Y qalındığını hesablayın. X-imiz burada nə olacaq? Tam sərf olunan göstərir, elə deyilmi? Tam sərf olunan göstərir. Bura 1 moldur, bura 3 moldur. İkisi də 0,2 olduğu üçün məsələni hansını istəsən gedə bilərsən. Neçə mol Y qalınlığını hesablayın bizə burada. Normalda 3 molundan 2 mol alınırsa 0,6-sından bəs nə qədər alınır? 2-yə 0,4 mol amonyak alınır. Bəs bizdə isə nə qədər idi amonyak? 0,8 mol. 0,8 mol. İndi baxın, burada bəs bizdə burada tam buranı necə taparıq X-i? Yəni 2-nin üstü 3 aşkı gələrəm, 2 NH3 alıram. Bura 0,8-dir amonyak burada. Bizdə amonyak tapdıq 0,8-dir. Əgər 3 molundan 2 mol alınırsa 0,8-dən nə qədər alınacaq? 0,12. Deməli, başlanğıcda 0,12-dir. Deməli, 0,12-nin burada hidrogenimiz nə qədər olub? 0,6-sı, səndən 0,6-sını soruşur da, yarım miqdarını soruşur. Yarım miqdarını da soruşanda bunda nə olacaq? Deməli, nə qədər alınacaq? 0,4 mol Y alınacaq. Aydınmı? Yəni, buna da diqqət etməyiniz lazımdır. Yenə təkrar edirəm. Deməli, normalda məsələyə görə biz bunu verməsə, məsələn bizdə, biz tapırıq ki, 0,12 mol hidrogen var. Lakin sən deyir ki, 0,6 mol X olarsa, nə qədər amonyak alınır? 0,12 molda normalda 0,8 mol amonyak var. Belə də yaza biləriz. 0,8 amonyak. Bəs 0,6 molunda bəs nə? 16 molda nə qədərdir? 2 dəfə 0,4. Baxın, burada biz bu şəkildə tapmış olduq bunu. Bu da belə vacib məsələlərdən biridir. Daha sonra uşaqlar baxın 4-cü tip suallara baxaq. 3-4 tipli suallara, 5 tipli suallara baxaq. Burada deyir ki, amoniumun keyfiyyət, ionun təyini reaksiyasını, keyfiyyət reaksiyasını təyin edir. Amonium NH4 ionudur. Amoniumun keyfiyyət reaksiyası, amonium ümumiyyətlə əsasi xassəlidir. Xassə. Əsası xassəli birləşməni təyin etmək üçün biz nədə istifadə edirik? Amonium ionu təyin olunur OH mənfi ionuyla. Yəni burada NH4 OH olur, parçalanır. NH3 kəskin iyili qaza, bir də suya parçalanır. Yəni buradan kəskin iyili qaz hansından alınacaq? A variantı. Yəni NH4 burada nə ilə təyin olunur? OH-dan. Burada olacaq A variantında NH4OH üstəgəl kalium xlor. Bu da davamsız birləşmə olduğu üçün parçalanacaq. NH3-ə
molekülü suya. Məsələn, 4-cü sualda yenə NH4 nə ilə təyin olunur? OH-la. Baxın, burada 4-də olacaq B variantı. Hansı reaksiyadır getmir? Hansı reaksiya getmir deyirsə, burada nəyə diqqət etmək lazımdır? Əgər reaksiyanın sonunda qaz, su, çöküntü alınmazsa, bu reaksiya getməz. Məsələn, baxın uşaqlar, bu reaksiya, bax, D variantında mislə S nəyə alınır? Mis S rəngli çöküntü, qara rəngli çöküntü alınır. Sonra B variantında gümüş xlor alınır, ağ rəngli çöküntü alınır. Sonra digərində buradan karbon qazı alınır. Amonium nitrat karbon qazı su əmələ gəlir. Sonra natrium silikat karbonat silikatı çıxara bilərmi? Və yaxud da baxın burada nə olacaq onda? Natrium 2 karbon O3 üstə gəlsin silisium O2. Bərk halda nə əmələ gəldi? Maddə əmələ gələ bilərmi? Belə bir qayda var. Sonra A variantında burada olacaq nə? NH4 xlor üstə gəlinsin H2SO4. Tutaq ki, bunu belə yazdıq. İndi belə bir sual gəlir ortaya. H xlor bəyəm H2SO4 sulfat turşusunu çıxarda bilərmi? Xeyr. Yəni belə bir reaksiyanın getməsi mümkün deyil. Cavab olacaq A variantı.